Salamlar, vaxtınız xeyirli olsun. Bugün size Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin düz arxasında 3 sotda 4 otaqlı 6 garajlı belə bir ev təqdim edəcəyik. İndi evin garaj hissəsini sizə təqdim edək. Evimizin torpağının yarısı evimizin qabağındadır. Bağ hissəsi isə evimizin arxa hissəsində yerləşir. Gördüyünüz kimi belə bir garaj hissəsi var. Burada əlavə köməkçi otaqları da var. Belə bir köməkçi otaqları da var. Gördüyünüz kimi geniş bir köməkçi otaqları var. Burada evin artıq əşyaları zadından olsa istifadə eləmək mümkündür. İndi sizə evimizin arxa hissəsindəki olan torpağı da təqdim edəcəyik. Bu evimizin qabaq hissəsində olan torpağıdır. İndi hal-hazırda evimizin arxa hissəsində olan torpağı sizə təqdim edirik. Gördüyünüz kimi belə bir arxa hissəsində torpağı da var, bağ-bağça salmaq üçün. Evdə təmir tamamlanma işləri başa çatıb. Evi indi sizə təqdim edirik. İndi bir otaqları sizə təqdim edəcəyik. Gördüyünüz kimi evimizin belə bir balkon hissəsi də var. Evimiz tam yaşayışlı bir məhəllədə yerləşir. Qeyd etdiyimiz kimi Yeni Bakı yaşayış kompleksinin düz arxasında yerləşir. Daxil oluruq dəhlizə. Evimizin belə bir dəhlizi var. Tam şəkildə evimiz üstüp oldu. Bu evimizin qonaq otağıdır. Belə bir səliqəli qonaq otağı var. Pəncərələri də görürsən, öz həyətinə baxır. Evimiz tam işıqlıdır. Bu evimizin bir yataq otağıdır. Evimiz 4 otaqdan ibarətdir. Bir qonaq otağı, 3 yataq otağından ibarətdir. Bu da evimizin arxa hissəsində olan torpağı. Baxın, bu pəncərəmiz. Burada sizə ikinci yataq otağını, geniş yataq otaqlarını sizə təqdim edirik. Bu evimizin 4-cü yataq otağıdır. Gördüyünüz kimi pəncərələrin qabağında heç bir maniyə yoxdur. Hamısı öz həyətinə baxır. Bu da ki evimizin mətbəx hissəsidir. İndi evimizin sanitar qoşağını da sizə təqdim edək. Evimiz qeyd etdiyimiz kimi 4 otaqdan ibarətdir. Bu da ki evimizin sanitar qoşağıdır. Yeni Bakı yaşayış kompleksinin düz arxasında yerləşir. Evimiz 3 sot torpaqda yerləşir. 155 min manatdan satışa çıxıb, real işləri üçün güclü endirimlər də olacaq. Videomuzu bəyəndinizsə kanalımıza abunə olmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.